Bismillahirrahmanirrahim. Salam, xoş gördük sizləri. Bugünkü qonağımız dəyərli və şöhrətli həm psixoloqumuz, həm də yazarımız Rövşən müəllimdir. Rövşən müəllim, salam, xoş gəldiniz. Xoş gördük. Necəsiniz? Çox sağ olun, yaxşıyıq. Siz necəsiniz? Təbrik edirəm. Podkast demək olar da buna, bu verilişlərə, bu podkast tipində olan verilişlərə xeyirli olsun. İzləmişəm, çox gözəldir və böyük auditoriya arzu edirəm. Gözəl verilişlər arzu edirəm, gözəl mövzular arzu edirəm. Çox sağ olun. Bəli, biz də inşallah çalışarıq ki, daha da təkmilləşdirək bu məsələni. Nədən başlayaq? Məsələn, gərək son Misir səfərinizə. İstəyirəm elə o haqqda danışaq birinci. Nə üçün ora getmişdiniz və orada nə baş verdi? Ora getməyim əslində Qahirə Beynəlxalq Kitab Sərgisinin təşkilatçılarının rəsmi dəvəti ilə baş verdi. Eyni zamanda da Misirdə Abadan adlı əsərim ərəb dilinə tərcümə olunub və çap olunub. Onun eyni zamanda da imza mərasimi oldu. İmza mərasimindən sonra bizim Qahirə Kitab Sərgisində də panel ayırmışdılar. Orada çıxışım oldu. İnteraktiv bir çıxış idi. Bir mövzu vermişlər. Mövzunun adını da bu cür qoymuşdum ki, hər bir yazıçının cavab verməyə bezdiyi suallar. Ümumiyyətlə yazıçıları birləşdirən ortaq tərəflərimizdən biri budur ki, eyni sualları demək olar ki, bütün yazıçılara verirlər. Bu mövzuda danışdım. Yazıçıları, oxucuları coğrafi arealından asılı olmayaraq, irqindən, cinsindən asılı olmayaraq birləşdirən ortaq dəyərlər var. Bu mövzuda bir çıxış elədim. Ümumiyyətlə, sizin neçə əsəriniz ərəb dilinə tərcümə oldu? Ərəb dilinə kimsəyə yoxdur tərcümə olundu. Abadan əsəri tərcümə olunub və bu il 2 əsərimin də təklif eləyiblər ki, tərcümə olunsun. Çətin olsa da həyat davam edir. Bir də reyslər üzərinə uzanmış adam. Bu üç kitab əvvəl bu şəhərdə kimsə yoxdur. Sadəcə olaraq bu şəhərdə kimsə yoxdur. Livanlı naşir almışdı və onlar alanda hüququ bütün ərəb ölkələri üçün alırlar. Misirdən təklif gələndə mən orada kitabımı onlara verə bilmirəm. Misirdə almışdı Abadan əsərimi. Abadan əsəri onlar oxuyurlar, müzakirə edirlər. Ondan sonra bəyəndiyi əsəri artıq müəllifinə müraciət edib hüquqlarını, çap hüququnu alırlar. Və bu ildə onunla bərabər bizim dildə oxum bəyənib. Yox, onu ingilis dilində. İngilis dilində oxuyublar və bəyəniblər və hal-hazırda Qahirə Kitab Sərgisinin ən çox satılan kitabıdır. Orada bestseller kitabları ayrı bir rəfə qoyublar. Abadan da onların arasında yer almışdı. 3 əsər ən çox satılanlar sırasındadır. Abadan da həmçinin. Və gələn ilə artıq belə bir təklif olundu ki, Qahirə Kitab Sərgisində 3 kitabın böyük bir imza mərasimi və təqdimatı keçirilsin. Gözəl haldır. Biz ölkə ədəbiyyatını dünyaya çıxartmalıyıq və nəinki ölkəmizin içində, bütün dünya həm xalqımızı tanımalıdır, həm öz ədiblərimizi tanımalıdır. Şəxsən mən çox fəxr elədim, həqiqətən. Qürur hissi gəlir, bir Azərbaycanlı kimi qürur hissi gəlir ki, yəni bizim ədəbiyyatçımızın əsərləri artıq xarici dillərə tərcümə olunur, ingilis dilinə, ərəb dilinə, rus dilinə, türk dilinə. Bu bütöv xalqın uğurudur. Yəni siz bir xalqın nümayəndəsi kimi artıq bu uğuru qazanmısınız və bu xalq bu uğuru qazanıb. Xüsusi təşəkkür edirəm buna görə. Bu gözəl bir şeydir. Bu il 15 ölkədən təklif almışıq. İndiyənə kimi çap olunan ölkələrin siyahısına bir 15 ölkə də əlavə olunacaq. Fransız dilinə tərcümə olunur. Hindistanın böyük nəşriyyatından təklif alınıb. Yəni bir çox SNQ ölkələrində, ərəb ölkələrində olacaq. Sonra Filippində çıxacaq, İndoneziyada çıxacaq. Bu il Frankfurt Beynəlxalq Kitab Sərgisində İndoneziya stendində böyük bir təqdimat və imza mərasimi düşünürlər və onunla bağlı bir dəvət almışam. Orada bir həm çıxışım və eyni zamanda da imza mərasimi olacaq. Yəni bunlar yenə ölkə ədəbiyyatı üçün böyük bir uğurdur və Azərbaycanın da ədəbiyyat sahəsi tanınması da həmçinin ayrıca bir uğurdur. Bu bir qapıdır da. Bundan sonra digər bizim ədiblər, yazıçılar üçün artıq gedib orada çıxış eləmək və yaxud əsərlərini təqdim eləmək çox asan da olacaq. Ədəbiyyatın gücü həqiqətən sonsuzdur. Kitabın gücü sonsuzdur. Ola bilsin ki, kitabın, ədəbiyyatın auditoriyası filmin və yaxud da şounun auditoriyası kimi, musiqinin auditoriyası kimi geniş olmasın. Ancaq kitab beyinlərlə işləyir, kitab intellektual insanlarla işləyir və dünyanı, cəmiyyəti idarə eləyən və həyatımızda önəmli rolu olan da o insanlardır. Yəni kitab elə qrup insanlarla işləyir ki, onlar dəyişsə, onların fikri düzgün yönə istiqamətlənsə, cəmiyyətin və dünyanın taleyi müsbət yöndə dəyişər. Ona görə kitabın auditoriyası çox önəmli bir auditoriyadır. Orada artıq sən sayla ölçmürsən, sən orada keyfiyyətlə ölçürsən.
və dünyaya bizim ədəbiyyatın çıxmağı ölkəmizin tanınmağıdır, ölkəmizin dərdi və problemini dünya ilə kitab vasitəsilə bölüşməkdir. Bunlar çox önəmlidir. Kitab sərgisində orada çıxışımda belə bir sual verdi aparıcı. Dedi ki, sizin həyatınıza təsir etmiş kitab hansı kitablar olub? Hansı kitab sizdə yazıçılığa, ədəbiyyata, kitaba bir şövq yaradıb? Mən dedim, çoxlu kitablar olub, psixoloji olub, fəlsəfi kitablar olub. Ancaq ən çox mənə təsir edən Qurani-Kərim olub. Mən Abaddonla istəyirəm məsələn ümumiyyətlə Qurani-Kərimə gələcək. Abaddonun ümumiyyətlə siz dediniz ki, ən çox satılan orada kitab oldu və ən çox bəyənilən kitablardan biri olub Misirdə də. Mən inanıram ki, hansı dilə tərcümə olunsa, o əsəri sevməmək mümkün deyil. Yəni bütün insanlar ona müraciət edəcək və onu oxuyan da bir daha oxumaq istəyər. Çünki insan psixologiyası, insan çox doğmadır insanın hisslərinə orada enilir, insanın ifadə etmək istədiyi sözləri, o hissləri, keçirdiyi hissləri orada siz açmısınız, gözəl şəkildə qələmə almısınız. Məsələn, mən onu oxuyanda orada zehnimdə həmişə fikirləşirdim ki, görəsən Rövşən müəllim Abaddon obrazı ilə hansı və nəyin obrazını yaradıb da, kimin obrazını yaradıb və sonda o intihar səhnəsində ki, artıq gəlir qayanın üstündə qalıb və seyr edir. Bu da gəlir qulağına pıçıldayır ki, bəs sən at özünü belə quşlar kimi üzərsən, əbədi olarsan falan, gözəl bir sonluğa yetişərsən və sonra gedirsiniz ki, o orada da aldanır və axırda intihar edir. Mən məsələn zehnimdə canlandı ki, bu iblisin obrazı ola bilər ancaq. Çünki Qurani-Kərimdə də var da, biz ilahiyyatçılar axı bu məsələlərlə çox maraqlanırıq. İblisdir, şeytan zinətləndirir insanın gözündə əməllərini və insan elə bir ki, yaxşı iş görürəm, amma əslində pis iş görür. Və yaxud hər hansı bir yolla, Quran buyurur ki, sağdan gəlir, soldan gəlir, qabaqdan, arxadan, hər tərəfdən hücum çəkir və hər dəfə də bir şəkildə, hər dəfə də bir formada gəlir insanı aldadır. Bilmirəm, mən yanılıram yoxsa yox, amma mənə elə təsir bağışladı. Orada Abaddon bütün şərləri simvolizə edən bir addır və biz müqəddəs kitablara baxanda, ətiqə baxanda Abaddon adı həmişə müharibə və faciə, xaosla paralel çəkilib və Abaddon iblisin ordusunda ona tabe olan əcinnələrdən birinin adıdır, onun sərkərdəsidir. Ən şər işləri və xaosu, müharibələri bu Abaddonun əli ilə həyata keçirir və Abaddon xaosu simvolizə etdiyinə görə, üsyanı simvolizə etdiyinə görə bəzən iblisin özünə belə tabe olmur. Onu ram etmək iblisə belə bəzən müyəssər olmur. Mən belə bir obrazdan bədii əsərimdə istifadə elədim və bununla göstərmək istədim ki, hər bir insanın içində bir Abaddon yatır. Hər bir insan bir alter egosu Abaddon ola bilər. O bizim əlimizdədir. Abaddon yolunu seçək və yaxud da ki, mələk yolunu seçək və yaxud da kamillik yolunu seçək. Ancaq insan özünü təslim eləsə Abaddon, onun sonu hara gəlib çıxır? Sizin qeyd elədiyiniz məqamda da əslində onun içindən olan o mənfi hisslərin, Abaddonun təlqini gözəl işlərlə bunu azdırdı. Yəni, şər yolunu sən bilirsən ki, bu pisdir, sonu uçurumdur, getdiyin nəticəsini də bilirsən və ancaq düşünülmüş şəkildə sən o yolu gedirsən. Bəzən olur ki, insan o yoldan bezir və o yolun yanlışlığını bütün vücudu ilə dərk edir və artıq geri dönmək istəyir. Bax, mən orada göstərmək istədim ki, bəzən düzgün yolla, gözəlliklə də bizi aldatmaq mümkündür. Şər yolu ilə bir çox insanları aldatmaq mümkündür, bir çox insan mümkün deyil. O aldada bilmədiyimiz insanları bəzən yaxşı yolla biz azdırırıq. Və orada da insan düşünür ki, yəni intihar eləyən insana psixoloji təlqini biz təsvir eləsək, psixoloji qəlibdən, orada qeyd elədiyim məqamı görərik. Yəni insan nəyə görə intihar edir? Ona görə ki, intihar etməklə acıları bitəcək. Mən intihar eləyəcəm, sevgilimi cəzalandıracam, mənim dəyərimi anlayacaq. Mənə dəyər verməyən, mənə qayğı göstərməyən valideynlər mənim ölümümdən sonra peşman olacaqlar və mənim qəbrim üstündə ağlayacaqlar. Canini cəzalandıracam, ölümümlə özümə diqqət çəkəcəm, mənə dəyər verəcəklər, tənhalığımdan qurtaracam. Bu əslində o gözəl qağayıların insana təlqinidir ki, sən burada intihar eləyəcəksən, gözəl dənizin ləpələri qoynunda sən üzəcəksən. Bax, o cür təlqin əslində bütün intihar edənlərin beynindən keçən bir şeydir. İnsan orada anlamır ki, sən öləndən sonra onların acılarını və onların peşmançılığını dərk edən biri olmayacaq. Sən artıq həyata vidalaşacaqsan. İnsan ölümü dərk eləyə bilmir. Ölümü dərk eləyə bilmədiyimizə görə, biz həyat üçün yarandığımıza görə və
və insan ölümsüz olduğuna görə ölümün özündə də təsəvvür edir ki, mən burada qalacağam və bütün baş verənləri seyr edəcəm. Bir halda ki, ölümlə sən artıq başqa bir mərhələyə keçirsən və olanları seyr etməyin sənin mümkün deyil. Biz bunu anlamırıq və insan psixologiyasının əslində yanılmağı da bu yerdəndir, bu məqamdandır. Mən orada o təsviri vermək istəmişəm. Əslində orada bir simvolikadan istifadə eləmişəm. Dərinə varanda bunun açması bundan ibarət. Çox əladır. Çox mənə təsir eləmişdi və xüsusilə bilmirəm, mən ilahiyyatçı olduğum üçün, yəni biz dinlə məşğul olduğumuz üçün mənə o cür doğma gəlmişdi, amma görünür ki, yox, hər kəsə elə doğma gəlir, çünki bu hisslər hər kəsdə var. Hər kəsdə. Keçək həmən sizə təsir eləyəm, xüsusilə bu yazıçılıqda. Mən o məqalənizi oxudum, məqalə deyəndə müsahibənizi oxudum ərəb dilində və orada bəli, qeyd eləmişdiniz. Onların o qədər xoşuna gəldi ki, deməli, o çıxışımdan sonra bir 20-dən çox ərəb qəzeti mənim o çıxışımı tirajladı. Orada düzdür çəkilişlər gedirdi. O çəkilişlərdən istifadə edib orada müxbirlər var idi, jurnalistlər var idi. Bir 20-dən çox böyük qəzetlərə mövzunu tirajladılar və mən bura gələndən sonra oradakı bizim dostlar o məqalənin linkini mənə atdı ki, yəni burada bu qədər səs sorağa səbəb olub. Əslində sən bir müsəlman olaraq öz milli mənəvi irsinə baxanda onun içində ən önəmli kitab olaraq Quranı görürsən və Allah Taala da Quranı peyğəmbərinə göndərdiyi bir möcüzə kimi təqdim edir. Yəni peyğəmbərinə Salih peyğəmbərin dövründəki kimi bir hansısa canlını möcüzə olaraq göndərə bilərdi. İsa Məsihdə olan insanları sağaltmaq, o tibbi bacarıqları da möcüzə olaraq göstərə bilərdi. Bu cür fərqli bir möcüzə predmeti olaraq nəyisə qərar verə bilərdi də. Ancaq sonuncu peyğəmbərə və qiyamətə qədər davam edəcək bir dinin nümayəndəsinə kitabı möcüzə olaraq göndərir. Bununla deməli Allah Taala kitabın gücünü təsdiqləyir və ədəbiyyatın gücünü və insan cəmiyyətində olan o qeyri-adi rolunu təsdiqləmiş olur. Sonra bu peyğəmbərə möcüzə olaraq kitabı göndərir və ilk ayəsi də oxu əmri ilə başlayır. İqra bismi rabbikəllazi xalaq. Səni yaradan Rəbbin adı ilə oxu. Yaxşı, möcüzə olaraq kitabı göndərir. Adını da oxunulası bir həqiqətlər qoyur. Quranın özü elə qərəədən gəlir. Bəli, Quran məsdərdir. Əmrdə oxu əmridir. Yəni dinin mahiyyətini göstərən 3 dənə ifadə, 3 dənə kəlmədir. Yəni ikinci surə Qələm surəsidir. Qələmin özü qələmə and içir. Deməli qələm, qələmin yazdığı, Qurani-Kərimdə kitab anlayışı dəfələrlə keçir və kitabı fərqli formalarda ifadə edir. Hidayət edən, şər və xeyrin meyarlarını göstərən, batili yanlışlıqlardan, həqiqətdən ayıran. Yəni bu cür gözəl ifadələrlə kitabın potensialını, kitabın mahiyyətini Allah Taala burada açmış olur. Deməli fərq eləmir, müsəlman olsun, insan olsun. Sən burada düşünürsən ki, yaradan istənilən bir şeyi möcüzə olaraq göndərə bildiyi halda Quranı göndərir. Deməli kitabın belə bir potensialı var. Hətta möcüzə olsun. Möcüzə olma potensialı var. Zaten də möcüzədir və kitabla sən hər şeyi dəyişə bilərsən. Peyğəmbərlər nə üçün gəlib? Qurani-Kərim onları cəmiyyətdə ədaləti bərqərar edən, boyunlardan buxovları götürən, azad düşüncəyə təşviq edən bir şəxslər və ilahi nümayəndələr kimi təqdim edir. Düzdür? Buxovları açmaq, yəni düşüncə buxovlarını açmaq, cəmiyyətdə ədalətin bərqərar olması və hidayət, yəni doğru yola liderlik eləmək, doğru istiqamət vermək. Bunun üçün kitab göndərir. Yəni peyğəmbər öz missiyasını ancaq kitabla həyata keçirir. Deməli kitabın gücünü Allah təsdiqləyir, kitabın potensialını burada göstərir və belə olduğu halda bədii ədəbiyyatın artıq sən dəyərini bilirsən və niyə də yazıçı olmayasan? Əslində yazıçılıq, mən düşünürəm ki, bu peyğəmbərin missiyasını davam etdirmək kimi bir şeydir və hər millətin, hər xalqın peyğəmbəri onun yazıçısıdır, onun natiqləridir, onun ruhaniləridir, haqqı çatdıran dilləridir. Hər kim bu pozisiyadadırsa, o peyğəmbərlərin varisləridir, peyğəmbərlərin missiyasını davam etdirən şəxslərdir. Çox gözəl. İndi Rövşən müəllim, gəldik bu yerə ki, mənə maraqlıdır ki, məsələn, bir əsərin ən yaxşı əsər sayılması, ən yaxşı əsər seçilməsi. Burada hansı meyarlar var ki, bir bədii əsəri ən yaxşı ədəbiyyat nümunəsi seçək o meyarlara görə? Bu meyarları ümumiyyətlə kim təyin eləyib? Bu obyektiv meyarlardır, yoxsa subyektiv meyarlardır? Birbaşa mövzumuzla əlaqəli olan sualdır, sizin verdiyiniz sual və bunu bu cür də ümumiləşdirə bilərik ki, Qurani-Kərim bədii ədəbiyyat nümunəsidirmi?
görmürük. Qurani-Kərimi ədəbiyyat saymaq olarmı? Və Qurani-Kərimin janrı nədir? Qurani-Kərimin üslubu nədir? Orada hansı ədəbi nümunələrdən istifadə olunub? Burada bir sözlə ifadə etmir, biraz bunun mövzunu açmaq lazımdır. Qurani-Kərim bədii ədəbiyyat nümunələrindən istifadə edib. Bir çox ayələrinə biz baxanda görürük ki, metaforalardan, bənzətmələrdən, hətta ayələrin sonunda təkrarlanan bəzi sözlərdən, saitdən, samitdən hansısa vurğunu məhz hansısa bir ifadənin üstünə vurub ikinci ayədə eyni vurğunu vurmaq bu cür bədii ədəbiyyat nümunələrindən istifadə eləyib. Məsələn, Qurani-Kərimə biz baxanda görürük ki, Allahın kitabını vəsf eləyəndə və yaxud da imanı vəsf eləyəndə urvatul vusqa kəlməsindən istifadə eləyib. Yəni möhkəm ip. Bu bir bənzətmədir və tam anlamı ilə artıq orada nəyi ifadə etmək istədiyini gözəl bir şəkildə insanların beynində bu canlandırır. Yəni iman desəydi, əvvəldə də iman kəlməsi gəldiyinə görə bu bir növ təkrar olardı. Və orada ip deməklə artıq sən bilirsən də, möhkəm bir ipdir, ondan tutursan, yuxarıya doğru çıxırsan, yüksəlirsən. Və yaxud da ki, oruç tutanlardan danışanda nə vaxta qədər oruç tutun, deyir, yiyin, için. Orada ağ və qara sap kəlməsindən istifadə eləyir. Yəni səhərə qədər ikinci fəcri, yəni orada bir təqvimi vaxtı göstərmək istəyir ki, nə vaxta qədər o vaxtı günəşin çıxma yaxınlığında artıq sanki bir qaralıq və ağlıq bir sap kimi orada görsənir. Bunu başqa bir ifadə ilə də deyə bilərdi. Qara və ağ sap kəlməsi ilə istifadə edir. Və yaxud da ki, insanlara demək istəyir ki, sizə ilahi məhkəmədə zərrə qədər zülm olunmayacaq. Bu zərrə qədər zülmü fətil kəlməsi ilə deyir. Xurmanın qabığında, çəyirdəyində nazik belə gözə görünməz incə bir orada liftdir. Onu fətil və bəli, sadə balaca bir pərdədir, kimidir. Onu bu cür fətil kəlməsi ilə ifadə edir. Bu cür bənzətmələr nəqir kəlməsi, xurmanın çərdəyinin arxasındakı o nöqtə, nəqir o ifadə edir. Bu cür ifadələrlə biz görürük ki, bədii ədəbiyyata xas olan o üslub Qurani-Kərimdə də istifadə olunur. Və yaxud da ki, hansı bir hadisəni danışanda Qurani-Kərimin vəsf forması, əvəzlikləri dəyişmə forması, birinci şəxsdən üçüncü şəxsə keçir və necə belə uyğun bir formada onlardan istifadə edir. Və yaxud hansı bir hadisəni danışır, ona uyğun olaraq Allahın adlarının istifadə olunması. Bəzi yerdə həkim kəlməsi gəlir, hansı ki orada hikməti vurğulamaq istəyir. Bəzi yerdə elmini vurğulamaq istəyir, bəzi yerdə sizləri görür, fikrini insanın təxəyyülündə yaratmaq istəyir. Artıq görməklə bağlı adları orada qeyd eləyir. Baxıb görürsən ki, bunlar əməlli başlı, ciddi bir şəkildə bədii ədəbiyyat nümunəsidir. Ancaq bədii ədəbiyyat deyəndə bir çox halda beyinə bədii estetik mətnin yaranması və bədii ədəbi nümunə gəldiyinə görə biz bu nöqteyi nəzərdən deyə bilmərik ki, Qurani-Kərimin hədəfi yalnız bədii ədəbiyyat nümunəsi təqdim eləməkdir. Necə ki, bəzi əsərlər var ki, möhtəvası yoxdur, məzmunu yoxdur. Ancaq bədii ədəbiyyat nümunəsi sayırıq, hətta mükafatlar belə hansısa bir müsabiqələrdə ala bilər. Ona görə ki, burada münsiflər daha çox baxırlar ki, bu bədii ədəbi qaydalar burada nə qədər gözəlliklə tətbiq olunub. Gözəl tətbiq olunubsa buna bir mükafat verək və təsdiqləyək. Qurani-Kərim bu nöqteyi nəzərdən bədii ədəbiyyat nümunəsidir, ancaq qeyd elədiyim nöqteyi nəzərdən biz yalnız ədəbi nümunə ortaya qoymaq istəyir, biz deyə bilmərik. Çünki möhtəva da Qurani-Kərim üçün önəmlidir və hidayət rəhbəri olaraq, insan həyat fəlsəfəsi olaraq da Qurani-Kərim bizə təqdim edir. Hudən lil muttəqin, təqva sahibləri üçün, haqqı axtarmaq istəyən, təəssübkeş olmayan insanlar üçün doğru yolu göstərən bir ədəbi nümunədir. Biz bu cür Qurani-Kərim barəsində desək daha dəqiq olar. Ancaq hər bir halda Qurani-Kərim Allahın şah əsəridir və şah əsəri olduğuna görə də bədii ədəbiyyat nümunəsi onu saya bilərik. Həm məzmun cəhətdən, həm də forma cəhətindən. Onun ifadə tərzi, bəyanı və qafiyə şəklində gəlməsi. Yəni nə tam şeirdir, nə də yəni həm nəzm var, həm də nəsr var. Bəli, bəli. Qurani-Kərimdə. Onun özünə məxsusluğudur. Belə deyək də tam yeni və fərqli bir format ortaya qoydu da Qurani-Kərim. Biz Qurani-Kərim üslubunda yazılmış bir əsərə rast gələ bilmirik. Sadəcə bədii estetik tərəfdən belə ona o qəlbə yaxın gələn biz ədəbiyyat nümunəsi biz görmürük. Və orada ifadə formasından tutmuş, insanlara çatdırma forması hamısı tamam fərqlidir. Məsələn, mən bir kitab yazıram, əsərim konkret bilinir. Ya bu bədii ədəbiyyatdır, ya da qeyri-bədii ədəbiyyatdır. Məsələn, yazıram üzləşmə əsərini. Bu bilirəm ki, qeyri-bədii ədəbiyyatdır. Bunun konkret bir məzmunu yoxdur, konkret bir sujeti yoxdur. Bir mövzu barəsində fərqli-fərqli bir-birindən hardasa qopuq və hardasa bitişik başlıqlar əsasında toplanmış, yazılmış bir kitabdır. Bir də var Abadon əsərini yazıram. Bu bədii
əsərdir. Bu romandır. Burada vahid bir süjet xətti var və hadisələr o vahid süjet xəttində orada olan personajların ətrafında baş verir. Biz Qurani-Kərimə baxanda bu ikisinin ortasında bir yol tutub. Yəni orada bir personajlar varmı bədii ədəbiyyatdakı kimi? Bəli var. Orada Musa personajı var, orada İsa personajı var, orada Lut personajı var, orada İblis personajı var, düzdür? Bu personajlar başdan ayağa gəlirmi? Gəlir. Ancaq bədii ədəbiyyatda olduğu kimi ona fiction deyirlər. Fiction əsərlərdə olduğu kimi bütün əsərlər bunun ətrafında cərəyan etmir. Yəni əsər başlayır Musanın həyatı ilə, bu hara getdi, nə etdi və başına gələn digər hadisələr. Bu cür deyil. Orada biz fərqli personajları görürük. Hər birinin həyat hekayəsinə toxunulur. Buradan biz bədii ədəbiyyata yaxınlıqda görürük. Ancaq tam süjet xətti olmadığına görə uzaqlıq da görürük. Bu tərəfdən də qeyri-bədii ədəbiyyata yaxındır. Hansı bir mövzunu verər, təhlilini edər. Necə ki, qeyri-bədii ədəbiyyatda olunur. Ona görə Qurani-Kərimin üslubu sanki bu ikisinin ortasında tutulmuş bir yoldur və sən orada həm bura tətbiq eləyə bildiyin məqamlar var, həm bura tətbiq elədiyin məqamlar var. Belə deyək də, Qurani-Kərim öz konkret məqsədi var. Məqsədi məsələn insanları hidayət etmək, onlara düzgün yolu göstərmək və bu yola hansı yol xidmət eləyibsə, hansı yol daha münasib olubsa, yeri gələndə onlardan istifadə eləyib. Elm də var orada, əxlaq da var, fəlsəfə də var, riyaziyyat da var. Bütün sahələrə toxunub ki, insan anlasın, başa düşsün, hansısa bir orada özü üçün ibrət alsın. Və Qurani-Kərimin, məsələn də Qurani-Kərim mən elə düşünürdüm ki, konkret bir mövzu ətrafında bəhs etmir də. Hətta bir surə başlayır. O surə konkret bir mövzu haqqında deyil. Düzdür, bir mövzu haqqında olan surələr də var. Amma məsələn, Quranı oxuyuruq, gah bizi aparır səmaya, gah yerə, gah dənizlərə, gah dağlara, gah meşələrə. Bütün hər yerə aparır insanı. Ancaq orada apardığı yerlərin hamısının bir-biri ilə əlaqəsi var. Yəni mümkündür ki, Bəqərə surəsində əlif lam mimlə başlayır, anlamı olmayan, yəni bizim anladığımız formada bir məna kəsb eləməyən o huruf-u muqattadan başlayır. Bəli. Ondan sonra keçdiyi mövzular ondan əlaqəsi var. Və yaxud da Adəmin yaradılışından və inni cəülün fil ardı xəlifə deyir. Yer üzərində Adəmi xəlifə olaraq yaratdığından danışır. Bu hekayə hardasa bir 9 ayədə keçir. Bu keçəndən sonra ondan sonra keçdiyi mövzu Bəni İsrail tayfasının başına gələnlərdir. Bir çox halda insanlar bu cür anlayır ki, burada bu 9 ayədən danışdı. Adəmin yaradılışı, onun iblislə mücadiləsi, mələklərlə olan dialoq. Ondan sonra keçdi Bəni İsrail tayfasına. Bu tamam başqa mövzudur. Düzdür, mövzu olaraq başqa bir mövzudur. Ancaq məna olaraq bir təsbihin o xətti kimi sən baxsan, onun buna bir rabitəsini görərsən. Yəni Adəmin yaradılışından danışandan sonra niyə məhz Bəni İsrail tayfasına keçdi? Nəyə görə Bəni İsrail tayfası Qurani-Kərimdə ən çox hallanan bir tayfadır? İqtidardan, gücdən danışandan sonra Bəni İsrail tayfasının adı çəkilməsi. Sonra Musa peyğəmbərin o Bəni İsrail tayfasına gətirdiyi, Allahın onun vasitəsilə Bəni İsrail tayfasına verdiyi nemətlər, onların xilas olunması, onların Fironun əsarətindən qurtulması. Sən bu cür təhlil eləyəndə görürsən ki, yer üzərində Adəmin və ümumiyyətlə bəşər övladının xəlifə təyin olunmasına bu mövzunun mənəvi bir bağlılığı var. Bu kontekstdə baxanda sən artıq orada bir-biri ilə böyük bir əlaqə görürsən. Ancaq zaman, məkan nöqteyi nəzərdən baxanda biz fərqliliyi görürük. Zaten Qurani-Kərimin üslubu zaman, məkanı nəzərə almır. Biz ona görə lokal olan şeyləri Qurani-Kərimi oxuyanda çıxartmalısan. Məsələn, Bəni İsraildən danışırsa, sən əgər baxsan ki, bu əvvəllər yaşamış 12 tayfadan ibarət olan bir xalqdan danışır, Bəni İsrail tayfası mövzuları sənin üçün aktual olmayacaq. Musa peyğəmbərdən danışır, sən bir fərd olaraq ona baxsan, sənin üçün aktual olmayacaq. Ona görə Quran üslubunda bunu bizə deyir. Bütün o məkan, zaman, şəxs, fərd, o lokal qeydləri çıxart, Musanın yerinə sən özünü qoya bilərsən onda. Öz dövründə olan hansısa alimi qoya bilərsən. Xeyir yolunun rəhbər və pionerlərini qoya bilərsən. Yəni, Bəni İsrail tayfasını öz xalqını qoya bilərsən. Bir insanın ümumiyyətlə keçə biləcəyi bütün mərhələləri biz Bəni İsrail dastanında görürük. Bəli. İnsanın başına nə gələ bilər, hansı mərhələdə ola bilər, nələr düşünür həmən anda, hansı addımlar ata bilər. Hamısı Bəni İsrail dastanında biz nümunə olaraq görə bilirik və çox da maraqlıdır. Bir Həzrət Yusifin dastanıdır ki, bir surədə başlayır və onunla da bitir. Bir yerdə də Həzrət Yusifdən danışılır, Həzrət Musanın vasitəsilə danışılır. O da ki, dastanın əlaqəsi yoxdur. Sadəcə
təkcə orada Həzrət Yusifin adını çəkir. Digər ayələrdə də adını çəkir, peyğəmbərlərin adını çəkəndə Həzrət Yusifin də adını çəkir. Amma dastan olaraq, hekayə olaraq ancaq Yusif peyğəmbərin surəsində əvvəldən başlayır, sona qədər qutarır. Amma digər peyğəmbərlərin dastanları heç vaxt bu cür bütöv şəklində nazil olmur. Sizin dediyiniz kimi hansısa bir mövzu ilə əlaqədar danışırsa, o mövzuya uyğun olan o hissəni, onun həyatından o hissəni götürür, qoyur ora ki, bax, bu həmən mövzu ilə həyatının bu hissəsi uyğun gəlir. Ona görə o pərakəndə şəkildə görünə bilir. Amma əslində isə tam mövzu ilə əlaqəli, tam uyğundur. Ümumiyyətlə, əsərlər adətən yaşadığı dövrün ya mənsub olduğu xalqın həyat tərzini, məişətini, ictimaiyyətini təsvir eləyir. Məsələn, biz götürək Dostoyevskinin əsərlərini ya digər yazıçıları götürsək, ya Tolstoy olsun. Onlar Rus həyatının təsvirini verə bilir də. Biz o dövrdə Rus həyatı necə olub, ictimai hadisələr, o həyat tərzi, məişət necə olub, hamısını təsvir eləyə bilir. Yəni, Qurani-Kərimi oxuyanda sırf ərəblərin həyatı, məişəti, onların ictimaiyyəti, düşüncəsi, təfəkkürü, onun təsvirini orada görürük. Yoxsa bir universallıq var orada. Bütün dövrləri əhatə edə bilir. Bütün xalqlara töhfə verə bilir. Qurani-Kərimdə ərəblərdən yalnız onun dilidir. Qurani-Kərim ərəb dilində nazil olub. Ancaq ora biz baxanda ərəbin etnik olaraq mənsubiyyətinə aid başqa heç nə biz orada görmürük. Yalnız ərəblə Quranın əlaqəsi onun eyni dildə nazil olmasıdır. Peyğəmbərin və onun sahabələrinin... Məsələn, ən çox dəvədən danışır, xurmadan danışır, üzümdən danışır. O, Allahın yaratdığı bir canlı, bir heyvan olaraq danışır. Ancaq dəvə ərəbə məxsus deyil, dəvəni ərəb yaratmayıb, bir canlı növündən danışır. Bu canlı növü Hicazda da var, İraqda da var, Livanda da var, Beyrutda da var, Orta Şərqin bir çox ölkələrində var. Ərəbdə olduğuna görə də bundan danışıb. Ancaq ərəbin yaratdığı, onun xalq olaraq milli mədəniyyətinə, kültürünə xas olan bir element olaraq danışmayıb. Yaradılmış canlılardan biri olaraq danışıb. Ona görə ərəbdən yalnız Qurani-Kərimlə bağlılığı bir dənə dildədir. Bəzən deyirlər ki, bu ərəbin kitabıdır. Quranı ərəb yazmayıb, o müəllifi də ərəb deyil. Zaten sən onu oxuyanda ərəb aid heç nə görmürsən. Bir var orada ərəbin tarixindən yazar, ərəb xalqları necə formalaşdı, bunlar səhər yeməyinə nə içirlər, axşam yeməyini nə edirlər. Elə görsən deyirsən ki, bu elə məzmun olaraq da elə ərəbin həyatı ilə uyğundur. Bunun elə müəllifi də elə böyük ehtimalla elə bir ərəb olub, bir insan olub. İlahi bir kökü mənşəyi yoxdur. Ancaq sən orada onu qətiyyən orada görmürsən də. Deyirəm, yalnız dil əlaqəsi var. Peyğəmbəri bəzən deyirlər ki, bu ərəb olub, ərəbin hansısa bir nümayəndəsinə nəyə görə sözünə tabe olursan, bu Allah və məxluqa arasında bir vasitədir. Bu ingilis də ola bilərdi. Onda eyni iradı onda da bildirəcəkdilər ki, bir ingilisin dediyinə tabe olursan. Yəni Allah kimisə seçirsə, o hansı bir dildə danışacaq, hansı bir məntəqədən, bir məkandan çıxacaq. Ona görə bu seçdiyi şəxsin, bu nümunənin ingilis olması, şotland olması, türk olması və ərəb olmasının bir önəmi yoxdur. Hansı bir məkandan çıxır və mənim elçimdə onun dili ilə sənə sözləri çatdırıram. Birbaşa səninlə danışa bilmirəm. Hansı bir uyğun olan, potensialı olan, bu ilahi vəhyi qəbul etmə gücü olan bir nəfər seçirəm. Ona görə bu filan qəbilənin, tayfanın, xalqın nümayəndəsidir, biz niyə tabe oluruq sözü burada keçərsizdir və zaten də Peyğəmbərin ərəblərlə əlaqəsi dediyim kimi həmən xalqın içindən çıxması qədərdir. Peyğəmbərimizin məşhur bir sözü var. Özünün ərəblərdən olub, ancaq ərəbin ondan olmamağı. Yəni düşüncə, xasiyyət, xarakter olaraq məndən tamam başqa bir xalqdır. Hətta qeyd edir ki, sizlərdən sonra gələnlər məni daha yaxşı anlayacaqlar. Hətta deyir ki, bu sözləri götürün, sinələrinizdə saxlayın, özünüzdən sonraki nəsillərə çatdırın və əcəmlər, yəni ərəb olmayanlar bunu daha yaxşı anlayıb, daha yaxşı başa düşəcəklər. Zaten indiki dövrdə də baxanda görürük ki, qeyri-ərəb bu ərəbin içindən çıxan Peyğəmbərin sözünü dediklərini daha yaxşı anlayır. Daha gözəl həyatlarına tətbiq edir. Avropa cəmiyyəti əslində praktik olaraq Peyğəmbərin gətirdiklərini həyata keçirirlər. Biz nəzəri olaraq bilirik. Ərəblər gözəl şəkildə bu dilin daşıyıcısı olduğuna görə anlayırlar. Quran-Kərimi bir çoxları yarıdan çoxunu bilir. Mən məsələn Misirdə gedəndə demək olar ki, əksər taksilərdə Quran-Kərimə qulaq asırlar. Onlarda mədəniyyət artıq oturuşub, formalaşıb. Quran-Kərimin əsasında formalaşıb. Hətta dini rituallara əməl eləyirlər bir milli bir miras olaraq. Yəni məsələn başqa yerlərdə müğənnilərin auditoriyasına o qədər adam yığışırsa, orada Quran-Kərimin qarilərinin
auditoriyasına o qədər adam yığışır. Və bu normalda artıq mədəniyyətin bir hissəsidir. Ancaq nə qədər bunu əməldə həyata keçirirlər? Keçirənlər də var, keçirməyənlər. Ancaq sosial olaraq, ictimai tərəfdən biz baxsaq, Qərb insanı praktik olaraq bunu daha yaxşı həyata keçirir. Ona görə Peyğəmbərimiz də ona işarə eləyir ki, bunu daha yaxşı anlayan bir xalqlar gələcək. Onlar ərəbdən olmayacaqlar, qeyri-ərəbdən olacaqlar. Bu nöqteyi nəzərdən, yəni burada da deyə bilmərik ki, bu ərəbdir. Ona görə bunun sözünə niyə tabe olursan? Neçə orada bir məqama toxundunuz. Qurani-Kərim kitab olaraq ümumiyyətlə nədən danışıb? Hər hansı bir kitabı araşdıranda, məsələn, bu şəhərdə kimsə yoxdur, belə bir əsər yazmışam. Kim onu oxuyandan sonra kitab nədən danışır? Hansı mövzulara toxunur? Bir 10-15 sətirlik orada nəsə qeyd edə bilirsən. Biz Qurani-Kərimə baxanda görürük ki, Qurani-Kərimdə bəzi mövzular var ki, o mövzular üzərində konkret Qurani-Kərim toxunub. Və bu cəhətdən ekzistensial ədəbiyyat var da. Biz ona trilogiya deyək, bir üçlük deyək. Ekzistensial ədəbiyyat, ekzistensial fəlsəfə, bir də ekzistensial psixologiya. Biz baxıb görürük ki, ekzistensial mövzular Qurani-Kərimdə daha qabarıqdır. Məsələn, ekzistensial fəlsəfə bəzi mövzular var ki, bu klassik fəlsəfədən fərqli mövzuları araşdırır. Məsələn, klassik fəlsəfədə vücuddan danışırsa, məsələn, ontoloji mövzularda və yaxud da hermenevtikada hansısa mətni anlamaq mövzusu üzərində durursa, lingvistik məsələlər üzərində duran bir fəlsəfədən əgər biz görürüksə və yaxud da ictimai sosial mövzuları qabardan məsələlərlə məşğul olan bir fəlsəfi cərəyan görürüksə, ekzistensial fəlsəfədə daha dərin və mövcudiyyətlə bağlı mövzular qabardılır. Məsələn, orada danışılır həyatdan. Həyat nədir və həyat bizi hansı yük üzərimizə qoyur? Orada danışılır ölümdən. Məsələn, ekzistensial ədiblər, istər qeyd elədiyiniz o Dostoyevski olsun, Tolstoy olsun, bunların çox toxunduğu mövzulardan biri ölüm mövzusudur. Və ya da bunlar danışırlar insanın tənhalığından. Bir var psixoloji tənhalığı. Məsələn, mənə qayğı göstərmir, bir tənhalıq hiss edirəm. Bir də mənim yaradılışımdan gələn tənhalıq var. Bu tənhalıq mənim rifahımla əlaqəli deyil. Mən dünyanın ən varlı insanı ola bilərəm, ancaq o tənhalığı hiss edirəm. Ətrafımda çoxlu insanlar var. O tənhalığı mən yaşayıram. Və bu ekzistensial fəlsəfə bunu araşdırır ki, bu tənhalıq başqa tənhalıqdır. Bu hardan gəlir? Necə həll edeyim? Yox da seçim. Seçim mövzusu bu fəlsəfənin, bu ədəbiyyatın araşdırdığı mövzudur. İnsan seçimində azaddırmı? Bax, mən dedikcə bir dənə Qurani-Kərimi oxuyanlar bir tətbiq eləsin ki, bu mövzular Quranda var yoxsa yox. Yəni mən bunların üstündə gedir mövzu. Bu dəqiqə ən güclü ədəbi nümunə ekzistensial mövzularda danışan ədəbi nümunədir. Məsələn, Dostoyevski, Tolstoy nəyə görə deyirlər ölməzdi? Konradın əsərləri nəyə görə deyirlər ölməzdi? Və yaxud da ki, bu dəqiqə psixologiyaya bu mövzuları gətiriblər. Irvin Yalomdur, Paul Tillichdir, Rollo May'dir. Bunlar psixologiyada ekzistensial mövzuları psixoterapevtik bir metod kimi artıq tətbiq edir. Irvin Yalomun əsərləri bunun üzərində qurulub. Bir əsəri var, ekzistensial terapiya. Orada ölümün mahiyyətini açır və ölüm mövzusunu anlamaqla insanı müalicə edir. Yəni ölümü danışmaqla müalicə etmək olarmı? Bir çoxları deyərdilər ki, dəlisən, nəsən, ölümdən qaçırıq, qəbirstanlığı biz şəhərdən kənara qoyuruq. Danışma, qulağını da çəkirdi, ölümdən danışma. Psixologiyada bu bir müalicə metodu kimi bu dəqiqə bəhs olunur. Çünki baxıb görürlər ki, bu faktı örtməklə sən şuuraltı olaraq bir çox problemlərin daha da qabarır. Bunu həll eləmək lazımdır. Ölümdən danışmasan da ölüm qorxusu hamının içində şuuraltı olaraq yatıb. Bu dəqiqə psixoloqlar bunu düşünürlər ki, bir çox bizim stresslərin, depressiyaların səbəbi məhz həmin qorxudur. İntiharların bir çoxunun kökü budur. Bəzi ağır depressiyaların kökü mənim iqtisadi vəziyyətimin yaxşı olmamasında deyil, bunun kökü mənim ruhumda olan o ölüm qorxusundadır. İndi psixoterapiyada bu dəqiqə bunun üzərində işləyirlər. Və yaxud da ki, məsuliyyət mövzusu. Məsuliyyət insanı məhv edir və insanın psixologiyasını dağıdır. Ekzistensial mövzuda bundan danışırlar. Bir yazıçı əgər ekzistensial yazıçıdırsa, bu mövzuları əsərində qabardır. Yəni o məişət mövzusundan danışmır. Biri çayı belə içdi, çay içəndə üstünə töküldü, yoldaşı bunu gördü, qışqırdı ki, paltarımı indi mən yuyacağam. Bu məişət mövzusudur. Dərin düşünən yazıçı hansı ki əsəri əgər istəyir ki, bir xalqa mənsub olmasın, tarixdə qalsın. Bu cür mövzuları danışmalıdır. Çünki bu hamını birləşdirən mövzudur. Ümumbəşəri, çünki harda insan varsa yaradılışı ilə əlaqəli bu suallar gündəmə gəlir. Elə Qurani-Kərimin öz dili də əslində, bayaq dedik ki, ərəb dilidir, o zahiri ərəb dilidir. Amma bir də var batini dili. Həmən dil insanın fitri dilidir. Çünki mesela Qurani-Kərimdə bir ayə var. İsra surəsində olmalıdır. Səhv eləmirəmsə deyir ki, ya Rasulum, sən de ki, əgər bütün hamı yığışsa, hətta bir-birinizə kömək də etsəniz, insanları və cinləri də çağırsanız, bunun kimi bir kitab ərsəyə gətirsəniz, gətirə bilməyəcəksiniz. Burada bəhs gedir ki, yaxşı, bütün insanları deyir,
çağırın. Axı bütün insanlar ərəb deyil. Bu qeyri-ərəbləri necə çağırsın ki, ərəb dilində bir kitab gətirsin də, ya kömək eləsin hansısa bir ərəbə ki, sən bunu yaz. Bu absurd görünür də, insan başa düşür. Amma deməli, deyir ki, Qurani-Kərim əslində burada təkcə zahiri dildən danışmayıb. Elə batini dil, fitri dildir ki, bütün insanlar da yığışsalar, yenə də mənim dediyimi kimi söz deyə bilməyəcəklər. Çünki onun dilidir, həmən o fitri dildir, məhəbbət dilidir, ədalət dilidir, sevgi dilidir. Bütün bu insanın ümumbəşəri dəyərlər olan bu mövzulardır ki, Qurani-Kərim onların üstündə dayanır. Və bunlar da heç vaxt köhnəlmir. Bir zamana, bir insan var, bu mövzular aktualdır və eyni bu qeyd elədiyimiz bütün mövzuları Qurani-Kərim açır. Məsələn, Qurani-Kərim həyatdan danışır. Həyatda insan niyə yaşayır, ondan danışır. Bu qeyd elədiyim kimi məhz ekzistensial mövzulardır. Ölümdən danışır. Qurani-Kərimdə nə qədər ölümü xatırladır. Qurani-Kərim həyatın mənasından danışır. Niyə yaratdım? Həyat nə üçün mövcuddur? Ölümə belə anlam verir. Qurani-Kərim insanın tənhalığından danışır. Autentiklik deyilən bir mövzu var. Yəni özüvə qayıtmaq, autentiklik orijinallığı qorumaq. Biz nə qədər originalıq? Yəni mən cəmiyyətdə necəyəm, ailədə necəyəm? Tək olanda necəyəm? Bunlar arasında mənim simamda nə qədər fərq eləyir? Mən həyata başlayandan günümüzə qədər nə qədər maska taxmışam. Bax, bu maskalar yavaş-yavaş bizi özümüzdən uzaqlaşdırır. Uşaqdan bir sözü soruş, böyükdən soruş. Uşaq daha səmimi cavab verir. Böyük min dənə pərdə altında düşünərək ona cavab verir. Ona görə deyirlər ki, müasir insan və texnologiya inkişaf elədikcə öz originallığından uzaqlaşır. Vətən sevgisi imandandır deyirlər. Əslində o vətən o insanın həqiqi özünə qayıtmaq. Bu autentiklik mövzusu bu fəlsəfənin müzakirə elədiyi, hətta psixologiyanın araşdırdığı bir mövzudur ki, insan özünə qayıtsa bir çox problemlərə həll olar. Məsələn, biz başqalarının fikrini doğrultmağa çalışırıq. Nə qədər onu doğrultmağa çalışırıqsa özümüzdən bir o qədər uzaqlaşırıq. Çünki ailəm məni bir cür görmək istəyir, övladım bir cür görmək istəyir, bir idarədə işləyirəm, müdir məni bir cür görmək istəyir, dostum məni bir cür görmək istəyir. Bu gözləntilər məni məcbur edir ki, öz özlüyümdən çıxım. Özlüyümdən çıxanda özümü unuduram və istəklərimi unuduram. O gözəl Qurani-Kərimdə gözəl nümunələr var buna aid. Məsələn, insan bəzən utanır da, utancaqlıq da təbii bir hissdir də. Nəyinsə qarşılığında mən utanıram. Ya biri qonaq gəlir evimə, yaxşı qulluq eləyə bilmirəmsə utanıram. Ya həyasını keçirirəm ki, bəs birdən yaxşı alınmayacaq mənim bu qarşılamağım. Utanır. Həzrəti Peyğəmbərin də belə bir halları olurdu. Deyir ki, siz gedirsiniz Həzrətin evinə, Qurani-Kərim Əhzab surəsində buyurur. Siz gedirsiniz Həzrətin evinə və oturursunuz yemək üçün gözləyirsiniz falan. O deyir sizdən utanır, amma deyə bilmir. Allah isə haqqı deməkdən utanmaz. O belə bir orada ayə keçir. Sizin bayaq qeyd etdiyiniz kimi bəzən olur ki, yəni həqiqətən də insan özünü gizlədir də, yəni ifadə etmək istəmir. Düzdür, nəyisə nəzərə alır. Amma Allah Təbarəkə və Təala tam aydın olmağa dəvət edir bizi ki, yəni tam özün necəsənsə, hansı hissdəsənsə, onu ifadə elə. Hətta deyir, bəyənilmir ki, məsələn, 2 nəfər gedirsiniz və dostdur. Deyirsən ki, gəl gedək evə qonaq ol. Əslində deyir, istəmirsən, o gəlsin evə. Amma deyirsən ki, gəl gedək qonaq ol mənə. O da deyir ki, yox, çox sağ ol, o da rahat olur. Əslində gəlsə bu narahat olacaq. İmam Sadiq əleyhissalamdan bir hədis var. Bir dəfə oğlu yanında bir tanışı ilə evinə qədər gedirlər və evinə çatanda içəri daxil olur və bunu ora qədər müşayiət edən adama demir ki, gəl evimə qonaq ol. Oğlu İmam Sadiqdən soruşur ki, bəs onu nəyə görə dəvət eləmədiniz? Deyir ki, bəs bu uyğun deyildi də, münasib deyildi. Deyir, onsuz da o qəbul eləməyəcəkdi, yox deyəcəkdi. Deyir, istəmədim ki, niyyətimlə əməlim bir-birinə zidd olsun. Əslində arxain, tam rahat olmağa əslində dəvət edir bizi. O gözəl bir şeydir. Mən nə qədər mükəlləfiyyətlər boynuma götürürəmsə, o qədər yüklənirəm. Biz Qurani-Kərimdə bunu görürük. Ancaq Qurani-Kərim daha dərində düşünür. Bizi sırf fitrətimizə qaytarır. O özünə qayıtmağı daha dərinə aparır ki, yəni sən öz mənliyinə gəldin, ancaq ondan da dərinə get və öz ruhunun kökünə qədər var ki, sən öz içində nəsən? Bu mövzular Qurani-Kərimdə olan mövzulardır. Ona görə mən hərdən Qurani-Kərimi oxuyuram, deyirəm ki, Qurani-Kərim bu cəhətdən ən güclü ekzistensial ədəbi nümunədir. Çünki bu mövzuları orada bəhs eləyib və sən başqa bir əsərdə bunu görə bilməzsən. Və yaxud o dərinlikdə, o mükəmməllikdə heç vaxt mümkün deyil. Ona
izah etmə məsələsi də önəmlidir. Yaxşı, məsələn, həyatın mənası. Bunu o filosoflar da danışıblar, ədiblər danışıblar. Həyatın mənası nədir? Onlar deyirlər ki, həyatın mənasını insan özü yaradır və insandan insana dəyişir. Yəni sizin həyatınızın mənası ilə mənim həyatımın mənası fərqli ola bilər. 1 milyon insan varsa, 1 milyon dənə həyatın mənası var. Bu bilirsiniz nə deməkdir? Yəni ölənə qədər başlı bir təri qat, sənin başlı qatmağı hansı vasitələr əlvin altında varsa, hamısı keçərlidir. Yəni səyahət, birinin həyatının mənası səyahət, əgər ondan həzz alırsansa, həyatı orada mənalı görürsənsə, ancaq sual yaranır. Bu doğrudanmı mənim həyatımın mənasıdır? Yəni bir insan növünün həyatının mənası bütün ömrünü elə səyahətlərdə keçirməkdirmi? Və yaxud da bəzən də elə övlad. Sən övlad tərbiyəsi ilə əgər özü mənalı və dəyərli, mühüm insan hesab edirsənsə, çox gözəl, sənin həyatının mənası budur. Yəni bu filosofların, bu ədəbiyyatçıların və bu psixoterapevtlərin müalicəsi bu qədər xülasələnir. Qurani-Kərim nə deyir? Qurani-Kərim deyir ki, birinci, həyatın mənası subyektiv deyil, insandan insana görə dəyişmir. Yəni insan növünün yaradılışının mənası növ olaraq vahid olduğumuza görə mənası da vahiddir. Subyektə görə dəyişə bilməz. Bu bir. İkincisi, həyatın mənası daha dərin olmalıdır, çünki yaradılışla əlaqəlidir. Səyahət, övlad bu ola bilməz. Birinin övladı yoxdur. Yaxşı, onun həyatının mənası nə olacaq? Övladı böyütdü, övlad bunu tərk elədi, çıxdı, getdi. Deməli həyatın mənası bitdimi? Uşağı böyütdüyü il 20 ildirsə, həyatın mənası 20 illəmi xülasələnir? Quran-Kərim deyir, yox, insan növünün mənası növün bütün saniyələrini, bütün həqiqətini, yaradılışını əhatə etməlidir və dəyişməzdir bu. Sonra Quran-Kərim nə deyir? Deyir, həyatın mənası ölmə izah gətirməlidir. Əgər ölmə izah gətirmirsə, ölüm həyatın yoxluğudursa, sən ona nə qədər anlam qatsan da bu 70-80 ilin mənası ölümlə bitirsə, o həyatın mənasızdır. Deməli, bu mövzu bütün bu kitablarda da bəhs olunur. Qurani-Kərimdə də bəhs olunur. Ancaq izah, cavab, onun həlli daha dərindir və daha köklüdür. Ölümün arxasında yatan həyatdan nəyə görə danışır? Çünki Quran-Kərim bu cür baxır. Deyir ki, bir insan əgər ekzistensial boşluğa düşübsə, yəni yaradılış böhranı yaşayırsa, yəni mən niyə yaşayıram? Mən öləndən sonra yox olacağam. Elə ondan sonra indi özümü öldürüm, gedim. Bu qədər zülmə, bu qədər çətinliyə niyə dözürəm? Bu suallar insanın həyatın mənası ilə əlaqəlidir. Hər bir cür desə də Quran-Kərim deyir ki, yox, öləndən sonra sən bir məsuliyyət altına girəcəksən. Ona görə etdiyin hərəkətlərə indi diqqət elə. O məsuliyyət altına girmək və necə cavab verməyin, həyatın burada necə olmağıyla sənin əbədi həyatın müəyyən olunur və öləndən sonra da sən yaşayacaqsan. İnsan ölüm üçün yaranmayıb, ümumiyyətlə insanı məhv eləmək mümkün deyil. O enerjini itirmək mümkün deyil. Bir enerji varsa formasını dəyişə bilər. Ancaq sən onu yoxluğa gətirib çıxarda bilməzsən. Quranın bu mövzusu digər kitablardan tamam fərqlidir. İzahı da tamam fərqlidir. Ümumiyyətlə biz əsərləri oxuyanda yazıcı nəyisə təlqin etmək istəyirsə, müəyyən hadisələr yaradır, orada obrazlar yaradır və bəzən ifrat həddə təqdim eləyir. İstəyir ki, oxucunu inandırsın və ya oxucunun hisslərini oyatsın və hədəfinə çatdırsın. Həmən o hansı hədəfi güdürsə, o hədəfə çatdırsın və bəzən olmayan şeyləri, bəzən çox qabarıq şəkildə göstərməklə hisslərə toxunmaq istəyir. Amma Qurani-Kərimdə, məsələn, kimsə deyə bilər ki, Qurani-Kərimdə bu nümunələr var. Məsələn, Qurani-Kərim qiyamətdən danışır. Oradakı ümumiyyətlə təsviri incəsənət, bədii təsvir elədir ki, insan oxuyanda dəhşətə gəlir də. Allah bir hadisəni necə təsvir eləyir, o barədə hansı təsəvvürü yaratmaq istəyir. Məsələn, qiyamətdən danışır. Həcc surəsində buyurur ki, İnnə zəlzələtə saati şeyun azim. Zəlzələ olacaq qiyamətin günündə, bu böyük bir hadisədir. Sonra buyurur ki, yevmə təzhəlu kullu murdiatin amma ərda'at və təda'u kullu zati hamlin hamləha və tərən nasa sukara və ma hum bisukara vələkin azaballahu şədid. Deyir ki, o gün o süd verən analar körpə uşaqlarını atıb gedəcək. Hamilə qadınlar uşaqlarını salacaq və görərsən ki, insanlar sərxoş haldadır, amma əslində sərxoş deyirlər. Sadəcə Allahın əzabı şiddətlidir. Belə bir təsvir qoyur ortaya. Və yaxud keyfə təttəqun İn kəfərtum yevmən yəcəlul vildanə şiba. Deyir, sizin halınız necə olacaq? Əgər həmən günə, axirət gününə kafir olsanız, onu inkar etsəniz, o günkü uşaqları qocaldar. O hadisələr o qədər vahiməli olar ki, uşaqlar qocalar, saçı ağarar. Bu cür təsvir nümunələrini biz görürük. Qurani-Kərim bir həqiqətdənmi bəhs edir? Həqiqətən belə olacaq, yoxsa sadəcə qarşı tərəfi inandırmaq üçün bu cür təsvir edir? Qurani-Kərimdə istifadə olunan bu metaforalar, bu bənzətmələr həqiqi mövzunu izah etmək məqsədi daşıyır. Asan formada yaşından, irqindən, elmi səviyyəsindən asılı olmayaraq hamıya izah etmək
cəhdidir. Ancaq bu o demək deyil ki, orada olan məna da nisbidir. Orada olan məna da sırf elə bənzətmədir. Həqiqətdə elə bir personaj, elə bir hadisə yoxdur. Məsələn, ilk insandan danışır, Adəmin yaradılışından. Adəmin yaradılışı hadisəsində deyir, bunu bağa daxil elədik, orada qadağan olunmuş ağac var idi, o ağacı yeyəndən sonra ayıb yerləri özlərinə görsəndi, oranı yarpaqlarla ayıb yerlərini örtdülər. Biz bunu oxuyuruq, orada olan o metafizik hansısa bir aləmdə baş vermiş hadisəni izah edir. Onun yer üzərində heç bir örnəyi yoxdur. Bunu təsəvvür eləyin. Orada olan hadisəni, metafizik aləmdə olan örnəyi yer üzərində hər bir şeyi sözlə anlayan, gördüyü, toxunduğu nəsnələrlə başa düşən bir insana necə başa salsın? Orada baş verən hadisəni. Mən təsəvvür edən getmişəm tamam başqa bir xüsusiyyətli fəzaya, bir mühitə. Orada müəyyən hadisələr görmüşəm. Mənim burada gördüyüm predmetlərlə qəti əlaqəsi yoxdur. İndi qayıtmışam. Siz məndən soruşursunuz ki, getdiniz məsələn Marsa, getdiniz astral bir aləmə getmisən, orada müəyyən hadisələr görmüsən. Onu bir dənə izah elə, nə görmüsən? Mən onu necə başa salacağam? Orada nə seçmişəmsə deyəcəm elə bizim çaya oxşayan bir şeydir. Ancaq dadı biraz daha turşudur, limon kimi məsələn. Bənzətmə. Ancaq həqiqətdə orada olan hadisə bu çay olmayıb, tamam başqa bir şeydir. İndi istəyirəm elə o mütəşabihin fəlsəfəsində də, hikmətində də onu gətirirlər ki, yəni Qurani-Kərim öz ayələrini iki yerə bölüb də möhkəm, mütəşabih, oxşar da, yəni bu mənada çıxa bilər, o mənada çıxa bilər. İnsan tam olaraq Allahın nə dediyini anlaya bilmir. Biz Allah Teala olmazdı ki, bütün ayələri möhkəm formada deyəydi, mütəşabih deməyəydi. İnsanlar yəni aza bilirlər də bununla. Həmən sizin dediyiniz cavabı ki, yəni mümkün deyil. Bəzi həqiqətlər var ki, gərək onu bənzətsin. Çünki orada baş verən hadisələr o kitabı yazan müəllifin gözü qarşısında baş verir və o hadisələr yer aləmindən kənardadır. Yəni Adəmin yaradılışı hadisəsi bu metafizik bir aləmdə baş verib. Orada olan hadisəni insana başa salmaq üçün bu ağacdan, bu yarpaqdan istifadə edilir. Məsələn, orada hər nə ağacdırsa, ona yaxınlaşandan sonra insanın ayıb yeri görsəndi. Yəni orada başa salmaq istəyir ki, o ağaca yaxınlaşandan sonra insanın dünyaya meyl etməsini təşkil edən bəzi hisslər yarandı. Məsələn, o hisslər nəticədə səbəb oldu ki, orada olan insani tərəflərini görsünlər. O insani tərəflər bizdə qida ilə əlaqəlidir. Qidanın çıxardılması və cinsi yaxınlıqla əlaqəli olan tərəflər. Bunu ayıb yer olaraq xarakterizə edir. Yəni o qida bizi daha çox dünyaya yaxınlaşdırdı. Ehtiyacın ödənilməsi və nəslin artırılması tələbi və zərurətini yaratdı. Bu mənanı ifadə etmək üçün Qurani-Kərimin seçdiyi ən ideal üslub o qeyd elədiyim kimi bunu bu cür bizim başa düşəcəyimiz formada səhnələşdirməlidir. Ancaq bu o demək deyil ki, burada bənzətmə, metafora varsa, səhnələşdirmə varsa Adəm olmayıb, Həvva olmayıb. Yəni biz deyə bilmərik Adəm konkret bir şəxs deyil. O Adəm deyəndə bəşər nəzərdə tutulur və kök konkret bir şəxsdən qaynaqlanmayıb. Bu bir-biri ilə sonsuzluq silsiləsini davam edən növlərin fərdlərinə işarə edir. Biz bunu deyə bilmərik. Qurani-Kərim Adəmdən, Həvvadan bir şəxs olaraq danışıb, ancaq hadisəsini izah eləyəndə bənzətmədən bizim başa düşməyimiz üçün istifadə edilir. Və yaxud da deyirlər ki, cənnət. Cənnət cəhənnəmdən danışıb, bu real olaraq belə bir insanların əməlinə uyğun olan məkandır. Elə bir məkanda realdır. Ancaq biz deyə bilmərik ki, cənnət və cəhənnəm dünyada insanın kabusudur. Məsələn, etdiyi günahlara, qüsurlara görə vicdan əzabı keçir və yuxuda bir kabus görür. Vicdanı ondan əl çəkmir. Cənnət, cəhənnəm deyəndə Qurani-Kərim bunu başa salmaq istəyib. Sadəcə olaraq elə bu cür bənzətmədən istifadə edib. Biz bunu deyə bilmərik. Cənnət və cəhənnəm dünyamızı dəyişəndən sonra daxil olunacaq real bir yerdir. Ola bilsin ki, orada meyvələrdən, ağaclardan, kölgələr altında qərar tutan məkanlardan, çaylardan danışıb, orada olan real fiziki predmeti bu dünyada bizim gördüyümüz fiziki predmetlə bizi uyğunlaşdırıb başa salmaq üçün. Ancaq real olaraq o şey realdır. Mən bunu əvvəldəki o mövzuya gətirirəm ki, siz sualınızda dediniz ki, bu bənzətmə o deməkdir ki, yəni bu şeylər özləri yoxdurmu? Bəzən insan belə başa düşə bilər ki, bənzətmədirsə bunun özü də bəlkə nisbidir, həqiqətdə mövcud deyil. Xeyr, əslində real həqiqətləri bu cür başa salmaq istəyib. Ümumiyyətlə Qurani-Kərimdə üslub bu cürdür. İnsanın anlayacağı dildə danışmaq. Belə bir irad var, bunu tez-tez deyirlər.
Qurani-Kərim qardan niyə danışmır? Bax, Qurani-Kərimdə siz qar haqqında bir dənə ayə görə bilməzsiniz. Mən ziyalı, intelligent insanlar tanıyıram ki, buna görə deyir ki, bu ilahi kitab deyil. Qurani-Kərimdə qardan danışmadığına görə adam bu qərara gəlir ki, Qurani-Kərim ilahi kitab deyil. Nəyə görə? Çünki bu cür əsaslandırır ki, əgər bu doğrudan da ilahi kitabdırsa, orada qardan danışmalıdır. Antarktidada olan buzlardan danışmayıb. Cənub okeanında olan iceberglərdən danışmayıb. Ancaq ərəblərdən danışıb. Bu deməkdir ki, onu yazan elə ərəblərdə onların arasından çıxmış bir ərəbdir. O da gördüyündən yazıb, aşıq gördüyünü çağırar deyirlər. Ona görə qar görməyib, qardan yazmayıb. Və ya da Quran-Kərimdə ananasdan danışıb, kividən danışıb, yox. Nəyə görə? Adam çünki bunun müəllifi ananasdan xəbəri olmayıb, kividən xəbəri olmayıb. Ona görə zeytundan danışıb, xurmadan danışıb, xurmaya and içib. Yəni öz milli koloritini orada qabardıb. Ona görə deyib, dəvədən danışıb, zebradan danışıb, yox. Zebradan bir dənə də ayə yoxdur. Bu deməkdir ki, onun müəllifi zebra görməyib. Əgər dediyiniz kimi hər şeyi bilən, hər şeyi yaradan Xaliq olsaydı, orada icebergdən danışardı, bir ananasdan danışardı, deyərdi ki, kivi and olsun, ananasın dadından danışardı. Bunlar yoxdur. Deməli, bu ilahi kitab deyil, bunu bir ərəb yazır. Bəzən bunu eşidirsən, yazırlar, müzakirə edirlər. Bunun cavabı bundan ibarətdir ki, birinci, Qurani-Kərimin bir dənə janrına baxaq. Qurani-Kərim ümumiyyətlə ensiklopediyadırmı? Qurani-Kərim deyirmi ki, mən bioloji bir əsərəm. Bütün dünyada olan, tarixdə olan bitkilərin adını çəkəcəm. Və ya da Qurani-Kərimin iddiası coğrafi bir kitabdırmı? Bütün coğrafi arealları, orada olan xalqları, tayfa, etnografik bir əsərdirmi? Haqqında heç məlumat yoxdur. Qurani-Kərim özü deyir ki, mən təqva sahibləri üçün, mömin insanlar üçün, yaxşı insanlar üçün bir həyat yolunu, istiqamətini göstərən bir kitab, bir hidayət kitabıyam. Yəni mən bioloji bir əsər deyiləm, zooloji bir əsər deyiləm ki, orada bütün heyvanların adını çəkim. Yaxşı, dəvədən niyə danışıb? Ona görə ki, əgər zebradan danışsa, ərəb zebranı görmədiyinə görə o kitabı qəbul etməyəcək. Orta Şərq insanı zebra görməyib. O zebradan danışmağının anlamı yoxdur. Bir də ki, ərəbdən danışmağı bunun bioloji xüsusiyyətini izah eləmir ki, deyəsən ki, bunu izah elədi, gəl indi zebranı da izah elə. Qurani-Kərim Allahın yaradılışının mükəmməlliyini danışır. Bunun üçün bir örnək verməlidir. Mən burada çaydan örnək verərəm. Məsələn, Afrikada içdiyim orada hansısa əcib-qərib tayfaların hazırladığı təamdan sizə danışmaram. Nəyə görə? Onun adını çəksəm, sizdə heç bir təsəvvür yaranmayacaq. Ona görə Qurani-Kərim müəllifi asan yolu qoyub çətin yolu orada olan ərəbdən ona başa salmaq istəyir ki, gör Allah necə mükəmməl varlıqdır. Sizin ehtiyacınızı gör necə bilir və necə ödüyüb. İdeya budur. Əgər İngiltərədə Qurani-Kərim nazil olsaydı, o Şotlandlara, orada İngilislərə və yaxud Afrikada olsa onlara zebradan danışacaqdı. Burada da ərəbdən danışır ki, deyir bir dəvəyə bax, gör Allah onu necə xəlq edib. Çünki dəvədən deyəndə ərəb başa düşür və deyir ki, belə bir Xaliq, mən niyə naşükürlük eləyirəm. Quran bir kitab olaraq, ilahi əsər olaraq o qəlbinə oturur. Qardan niyə danışmayıb? Qardan danışsa, birinci ərəb başa düşməyəcək bu nədir. Kitabı ümumiyyətlə dəyər verməyəcəklər. Yağışdan danışıb, yağışı çünki ərəb görürdü. Digər tərəfindən də simvolika. Bəzən qardan bir simvolizm ona yükləmək olmur. Ancaq yağışı mümkündür. Deyir, yağışdan qiyamət günü ilə əlaqələndirir. Sudan danışır, su ilə yaradılışda bir simvolika və bir bənzətmə olaraq istifadə edir. Ancaq icebergdə və yaxud da ki, qarda ərəbin anlayacağı bir bənzətmə, bir simvolika olmadığına görə ondan danışmayıb. Zaten yağışdan danışır, başqa ayələrdə qiyamətin və ölülərin dirilməsi ilə orada bir bağlılıq da aparır. Ona görə Quran-Kərim nədən danışırsa, hansı ifadələri seçirsə, bu istəyir ki, bu kitabı anlasın və bunu insanlar başa düşsün. Zaten bunu xaricdə olan insanda dəvədən olan ayələri əvvəl dediyim kimi, dəvə yox zebra kimi başa düşəcək. Çünki o zebra görür. Çox gözəl mövzulara toxunduq Rüşən müəllim. Çox da mükəmməl izah oldu. Təşəkkür edirəm ayrıca. Qısa olaraq mən bir şey bildirmək istəyirəm və sizdən cavab almaq istəyirəm. Sizin əsərlərinizi oxuyanda həmən ümumbəşəri dəyərləri görürük. Hər hansı bir Abaddon olsun, bu şəhərdə kimsə yoxdur, reyslər üzərində oxunmuş, ya mən yeməli deyiləm və digər əsərlərini. Ümumbəşəri bayaq danışdığımız ümumbəşəri dəyərlərdir ki, bu da nə zamanla məhdudlaşır, nə məkanla məhdudlaşır, nə bir xalqa məxsusdur, bütün xalqlara məxsusdur, yəni insan növünə məxsusdur. Amma sizin əsərlərinizdə mən diqqətimi çəkən bir şey var. Orada məsələn hadisələr məsələn istər Abaddon əsərində olsun, İrlandiyada hadisələr cərəyan edir.
ya bu şəhərdə kimsə yoxdur, Amerikada, sonra orada dönüş olur şərqə və yaxud reyslər üzərində uzanmış adam, Bosniya hadisələri və s. Orada mənə maraqlı cəhət budur ki, əgər qəhrəman olursa, onu şərqli qəhrəman eləyir. Yəni şərqlinin nəsihəti ilə, şərqlinin ona tövsiyəsi ilə o gedir qəhrəman olur. Məsələn, bu şəhərdə də var, reyslərdə də var. Əslində orada mən bir şərq və qərbin düşüncəsini istəmişəm müqayisə eləyim və qərbin öz üstün tərəfləri var, danmaq olmaz və öz neqativləri ilə. Şərqin də bir öz üstün tərəfləri var, neqativ tərəfləri ilə. Ancaq mən orada şərq düşüncəsini vermək istəmişəm. Hansısa cəmiyyətinə xas olan bir qüsurları da orada bəzən göstərmişəm. Ancaq ümumi şərqin o müdrikliyini göstərmək istəmişəm. Şərqin o qeyd elədiyimiz bu ekzistensial mövzu, həyat, ölüm, həyatın mənası, insan tənhalığı, buna o fəlsəfi baxışını istəmişəm göstərim və orada bir mesaj vermək istəmişəm ki, qərbin bu dəqiqə ruhi böhranının əlacı bu fikirlərdədir. Konkret bir şərq insanını öymək istəməmişəm. Məsələn, desinlər ki, bu şərqi öyür. Yox. O düşüncə əgər qərbdə olsaydı, hansısa başqa bir materik insanında olsaydı, mən onu orada təbliğ eləyərdim. Ancaq orada o şərqin həqiqətən hamı qəbul edir ki, bir müdrikliyi var. Şərq insanın təbiətindən qaynaqlanır, dini koloritindən qaynaqlanır. Bu o müdrikliyi mən ora göstərmək və çatdırmaq istəmişəm. Burada belə bir sual da bəzən deyirlər. Deyirlər ki, nəyə görə bütün peyğəmbərlər şərqdən çıxıb? Nəyə görə biz baxırıq, görürük ki, məsələn, Nuh peyğəmbər İraq bölgəsindən çıxıb. İsa Məsih Fələstindən və İordaniya tərəflərində olub. Ondan sonra İbrahim peyğəmbər İraq və bir tərəfi gedib Hicaza, Misrə qədər gedib. Musa peyğəmbər Misirdən çıxıb. İslam peyğəmbəri Hicazdan çıxıb. Xülasə biz Orta Şərqi görürük də. Nəyə görə bütün peyğəmbərlər buradan çıxıb və digər yerlərdə bizlər peyğəmbərlər görmürük? Əslində bu orada olan insanların düşüncəsi ilə, orada olan insanların təbiəti ilə əlaqəlidir. Bütün böyük qədim sivilizasiyalar hamısı şərqdə olub. Və biz baxıb görürük ki, qeyri-adi, belə deyim, düşüncə sıçrayışı, sosial intellektə sıçrayış biz yenə də orada görürük. Yəni şərq dünyanın beyni olub. Və ən böyük sivilizasiyalar, ən dərin fəlsəfi, müxtəlif mövzularda olan fikirlər hamısı orada yaranıb. Deməli, Tanrı ora peyğəmbər göndərib ki, beyni islah eləsin. Çünki beyin islah olunsa, digər bölgələrdə də hər şey nizama düşəcək. Çünki fikir, ideya buradan gedir. Şəhər islah olunsa, kənd də islah olunacaq. Çünki təhsildir, bilikdir, mədəniyyət də hamısı buradan gedir və kəndilər özünü şəhərlərə bənzətmək istəyir. Ona görə bütün ulul əzm peyğəmbərləri, yəni peyğəmbərlərin də dərəcəsi var. Ən üstün şəriət sahibi peyğəmbərlər hamısı buradan çıxıb. Bir də ki, Orta Şərqin məlumat ötürücülüyü xüsusiyyəti mega maştablı olub. Yəni biz şərq ölkələrinə baxsaq, baxıb görürük ki, bütün böyük dinlər oradan çıxıb, oradan çıxmaca dünyaya yayılıb. Xristianlıq Orta Şərqdən çıxıb, ancaq Amerikaya qədər gedib, Latın Amerikasına qədər gedib çıxıb. Antarktidada mən kilsə gördüm. Yəni Antarktidaya məlumatın ötürülməsi üçün məlumat şərqdə olmalıydı. O Qurani-Kərim buyurur, deyir: "Litunzira ummul qura və men havlaha." Ya peyğəmbər, bu kitabı sənə nazil edirəm ki, sən Ummul Qura, yəni o şəhərlərin mərkəzi əhalisini və onun ətrafını qorxudasan da xəbərdar eləyəsən. Deməli, bu region mərkəzdir və oradan Yasin surəsində peyğəmbərlərin göndərilməsini şəhərlərə göndərdiyini deyir. Şəhərlərə göndərdim. O Həbib bin Nəccar da kənardan gəldi. Deyir, o yaşlı bir kişi şəhərin kənarından gəldi. Deməli, bu şəhərin kənarında yaşayırdı. Peyğəmbərləri göndərmişdi şəhərin mərkəzinə. Bu ilahi bir üslubdur. Hər şey o beyindən. Hətta hədis var, bütün peyğəmbərləri Allah şəhərə göndərib. Bir başqa bir məqamı da deyim. Yaxşı, onda bir sual yaranır ki, bəzən bunu tez-tez deyirlər. Afrikada xalqa niyə peyğəmbər göndərməyib? Biz Qurani-Kərimi baxanda görürük ki, bütün xalqlara Allah Taala peyğəmbər göndərib. Yəni Çinə də peyğəmbər göndərib, Afrikaya da göndərib, bütün tayfalara. Qurani-Kərim birində deyir ki, peyğəmbərimizi vəsf eləyir, sən nəzirsən, sən bəşirsən. Sonra deyir ki, elə bir ümmət yoxdur ki, ora bir nəzir göndərməyib, bir peyğəmbər, bir insanları qorxudan çəkindirən göndərməyib. Bu ola bilsin peyğəmbər olsun, bu ola bilsin onun nümayəndəsi olsun, hər bir halda bir xalqa göndərib. Ma kunna muazzibin hatta nəbəsə rasul. Bir ümmətə peyğəmbər göndərməmiş onlara əzab vermərik. Yəni peyğəmbər göndərərik hər bir xalqa. Əgər onu qəbul eləməsələr, ondan sonra cəzalandırarıq. Bəzi ayələrdə deyir ki, hər bir ümmətin peyğəmbəri var, rəsulu var. Hər bir ümmətə rəsul göndərdi ki, insanlarını doğru yola yönəltsin və mənə ibadət olma əmrini onlara versin. Və yaxud da qiyamətdən danışır, deyir ki, hər bir qövmə peyğəmbər göndərdi ki, qiyamətdə bunların mənə bir bəhanəsi
nəsə olmasın. Biz bunu bilmirdik, haqq yolu anlamırdıq. Deməli bütün qövmlərə peyğəmbər göndərib. Özü də deyir ki, ya peyğəmbərim, mən bir çoxlarını sənə danışmıram. Bəli. Bəzi peyğəmbərlər var ki, onlardan danışmamışam. Kimlərdən danışır? O peyğəmbərlərdən danışır ki, insanlar onu tanıyırlar. Yəni o arealda olan insan onu tanıyır. Qurani-Kərimi göndərdi İslam peyğəmbərinə. Orada İsa Məsihdən danışır. Musa peyğəmbərdən, İbrahim peyğəmbərdən danışır. Çünki onu o arealda yaşayan insanlar tanıyırdı. Zaten də böyük peyğəmbərlərdir. Bəzi ayələrində deyir ki, ged onların, xalqların xarabalıqlarına baxın. Yəni Afrikada olan tayfadan və yaxud da ki, Latın Amerikasında olan İnka və Maya tayfalarında hansısa peyğəmbərdən danışsaydı, onun xarabalığını bunlar görmürlər. Bunlar deməli elə bir örnəklər olmalıdır ki, bunun gedib örnəyini bunlar görə bilsin. Çox gözəl Rövşən. Təəssüflər olsun ki, vaxtımız bitdi. Çox gözəl veriliş oldu. Mən sizə minnətdaram həqiqətən. Gözəl veriliş. Təşəkkür edirəm. Dəvətinizi qəbul etdiniz. Allah sizi var eləsin. Əminəm ki, inşallah tamaşaçılar da zövq alacaqdır. Uğurlar arzulayıram sizə. Mən də sizə uğurlar arzulayıram. Sağ olun.